NFL finalları və olimpiadalar üçün növbəti suallara baxırıq. Deməli 8 bölək 41 vuraq 49 vuraq 45 hasılı verir. 8 bölək 37 vuraq 45 vuraq 41. Yəni burada görünür ki, müəyyən bir məxrəcdə azalma var. Amma biz bunu görmək üçün gəlin belə yazaq. Əslində bəlkə də bunun misalı məsəl üçün bu şəkildə verməyi necə deyim, bir növ daha da çətinləşdirilmiş olsun deyə belə verir. Sadəcə orada yer dəyişmə var, yəni başqa bir şey də yoxdur. Amma nə yazaq? Məsələn 8 bölək bunu yazıram nə? 41 vuraq 45 vuraq 49. Mən onda bax bu birinci kəsiri götürüm, bunu belə yazım da. Deməli bu bərabərdir. Baxın. Olacaq nə? 1 bölək tutaq ki 41 vuraq 45 çıxaq 1 bölək 45 vuraq 49. Yəni burada əslində hardan ağla gəlməlidir bu? Məsələn 8-dən yola çıxa bilərsiniz. Tutaq ki 8 burada təsadüfi verilmiş ədəd deyil. Hardan çıxır? Deyək ki 49 ilə 41-in fərqindən. Onda bu bərabərdir. Bu kəsir bərabərdir. Nə olacaq? Baxaq görək, yəni sağdakı ifadə bir ödəyirmi? Ondan sonra geri qayıdaq. Deməli 41 vuraq 45 vuraq 49. Yuxarıda qalacaq 49 çıxaq 41. Bu da bərabərdir. Təbii ki yuxarıda. Onda nə qalmış olur? 8 qalır. Aşağıda hasil. Deməli bizim yazdığımız ifadə tam olaraq doğrudur. Biz bunu bu şəkildə göstərə bilərik. Onda bərabərdir. Mən bunu belə yazacağım artıq. Deyək ki 41 vuraq 45 də 1 çıxaq 45 vuraq 49-da 1 üstə gəl. Baxın, üstə gəl. Deməli 37 vuraq 41 çıxaq 41 vuraq 45-də 1 üstə gəl. Bu birisində nə olur? 33 vuraq 37-də 1 çıxaq. Deməli 37 vuraq 41. Onda burada nə qalır? Axırıncını da yazsam, tutaq ki, indi ortada müəyyən kəsirlər var. Axırıncını da yazsam belə yazsam bax. Deməli üstə gəl. 1 bölək 1 vuraq 5 çıxaq 1 bölək 5 vuraq 9. Və mən burada islahları görürəm artıq. İslah gedəndə hansılar? Tutaq ki, deməli 41 vuraq 45-də bunlar islah getdi. Sonra 37 vuraq 41-lər ixtisar gedir. Məxrəclər yəni bu olan. Yəni bunlar hər biri ixtisar gedəcək. Bir dənə bu kəsrin, bu da gedəcək ixtisar. Burada 1 vuraq 5 qalacaq məxrəci olan. Tutaq ki, 1 bölək 1 vuraq 5 çıxaq. Burada isə ikinci tərəf qalacaq. Onda nə olacaq burada? 45 vuraq 49 sürətdə 1. Və bu da bərabərdir. Ortaq məxrəc eləsəm artıq burada görünür ki, ortaq məxrəc sadəcə 45 vuraq 49-dur. Onda bura gələcək, deməli 9 vuraq məsələn 49 sürətə 9 vuraq 49 bir dəqiqə, vuraq 49 sağda isə çıxaq 1 olacaq. Deməli biz bunu yəqin ixtisar da aparacaq, onda axıra qədər hesablayaq. Nə olacaq onda burada? Tutaq ki 9 vuraq 49 ayrıca hesablasaq, yuxarını sildim. Ayrıca hesablasam, tutaq ki 450-dən 9 çıxmalıyam da mən bunun üçün. O da 441 olacaq. 441-dən də 1 çıxanda olacaq, deməli 440. Yuxarıda 440, aşağıda 45 vuraq 49 yenə. Bunlar bir dənə ixtisar getsə 5-ə, aşağıda 9 qalacaq, yuxarıda 55 qalacaq. 5-ə, yox, 88 daha doğrusu. Yuxarıda onda oldu 88, aşağıda 9 vuraq 49, o da deməli 441 olur. Düzgün cavab bu sual üçün B variantı.